2012-ci ildə Azərbaycanda 4000-dən çox yeraltı təkan qeydə alınıb. Bunlardan 3-ü isə maqnitudası 5 baldan yuxarı olan güclü zəlzələlərdir. Ekspertlərin fikrincə ötən illərlə müqayisədə seismik aktivliyin çoxalmasının səbəblərindən biri də bir zəlzələ ocağında baş verən enerji boşalmasının digər zəlzələ ocağını oyatmasıdır. Belə ki, Zaqatalanın ardınca Şəki və Balakəndə yeraltı təkanların baş verməsi də buna misaldır. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli seismik aktivliyin artmasının bu sahədə araşdırmaları da gücləndirdiyini deyir. Bu məqsədlə ölkə ərazisində qurulan stansiyaların sayı 35-ə çatdırılacaq. 4 yeni stansiyada alınıb, onlar deməli Ağdam, Füzuli, Beyləqan, deməli bu birdəki yardımlıdakı quraşdırılacaq 35 stansiya. Seismik tədqiqatlardan əlavə bizdə deməli başlamışıq yeni bu GPS tipli stansiyaların quraşdırmağa, yəni litosferdə gedən o blokların ki, plitələrin ki hərəkəti var. Yəni Azərbaycan üçün bu bloklar üzrə hansı istiqamətə gedir, aktivlik devrində hansı hadisələr gözləmək olar və ilaxır. Qeyd edək ki, bu cür ən müasir seysmoloji stansiyaların quraşdırılmasına 2000-ci il Bakı zəlzələsindən sonra başlanılıb. Həmin vaxtlar 13 stansiya qurulub. 2009-cu ildən isə bu say 31-ə çatdırılıb. Bundan başqa dənizdə də seysmik qurğuların yerləşdirilməsi planlaşdırılır. 3 stansiyada almışıq, gətirmişik. Bunun deməli layihələndirmə işləri aparılır. O da dəniz dibində qurulacaq. İlk dəfə olaraq deməli bu cür stansiyaların dəniz dibində qurulması çox böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi bizim deməli Xəzərimiz karbohidrogen ehtiyatları ilə çox zəngindir. Nə qədər zəngindirsə də bir o qədər də deməli potensial gücə malik olan zəlzələ ocaqları var. Qurban Yetirmişli stansiya şəbəkəsinin sıx olmasının yerin daxilində gedən bütün prosesləri izləmək imkanı yarattığını da deyir. Qeyd edək ki, 110 yaşı olan Azərbaycan Seysmik Xidmətinin tarixi 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Nobel qardaşlarının maliyyə dəstəyi ilə ilk dəfə Boş Roosevelt tipli seysmik cihazın qurulması ilə başlayır. Elnur Şibliyev, Taceddin Asifoğlu, Bakı.